Salam müəllimlər, vaxtınız xeyir olsun. Bu gün deməli nəyə baxırıq? Dərs 18-in testlərini, birinci fəslin testlərinin izahına baxırıq. Başlayaq birinci sualdan vaxt itirmədən. Nə deyir bizə? Deyir, qiymətləndirmə nə vaxt şagird öyrənməsinə müsbət təsir edir, müsbət təsir edir. Şagirdlərin istəklərini qarşılamaq naminə təlimi tənzimləyirsə, demişdik ki, istək sözünü görsə səhvdir. Bu ehtiyac sözüdür. Ehtiyac. Ehtiyac sözüdür o. İstək deyil. Öyrənmə üçün aydın standartların yazılmadıq. Yəni öyrənmə üçün aydın standartların müəyyənləşdirilməsi doğrudur. Şagirdin inkişafı davamlı şəkildə aparılırsa doğrudur. Ardıcıl və sistemli olarsa doğrudur. Şagirdlərin fəaliyyətləri barədə düzgün istiqamət verərsə, bəli, doğrudur. Bir də nə idi məsələ? Yəni yox, deməyək onu. Burada sual da var. Hə, bir sual oxuyaq. Şagirdin nailiyyətinin qiymətləndirilməsinə bağlı prinsiplərdən biri doğru deyil. Bayaq bunu deyildi. Nə idi? Şəffaflıq, obyektivlik, etibarlılıq, qarşılıqlı əməkdaşlıq. Şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq. Nə yox idi orada? C yox idi. Daha sonra baxırıq nəyə? Şagird üçün heç bir risk təşkil etməyən, sadəcə şagirdin gücü və üzərində şəmal olduğu tərəfləri üzə çıxarır. Demişdik ki, bu qiymətləndirmənin nəticəsi falan olmur və ilkin qiymətləndirmədir. İlkin qiymətləndirmədir. Nə bilim, bölmələrin əvvəlində aparılır, birinci, ikinci bölmənin əvvəlində, məktəbdən məktəbə, sinifdən sinifə keçəndə aparılır, birinci yarımilin, ikinci yarımilin əvvəlində aparıla bilər. Nə idi bu? Diaqnostik qiymətləndirmə. Daha sonra, şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə, baxın, nə demişdik? Şagirdlərin təlim göstəricisi əsasında ümumi təhsil. Dedim, ümumi təhsilin düzdür, bu məktəbdir yenə də. Şagirdlərin təlim göstəricisi əsasında məktəbin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək. Demişdik, müxtəlif söhbətini, yəni müxtəlif siniflərdə ayrı-ayrı fən görsək, bu millidir. Təhsilin vəziyyəti barədə məlumat əldə ediriksə, bu beynəlxalqdır. İndi biz nə ayırıq? Təhsilin vəziyyəti barədə məlumat əldə edirik. Nə edirik? Onda nəyə aiddir? Beynəlxalqa. Daha sonra, fikirlərdən biri doğru və yanlış olması baxımından fərqləndirir. Yeni materiallar şagirdlərin səviyyələrinə uyğun verilir. Məzmun standartlarının reallaşmasına xidmət edir. Baxın, indi yeni materiallar şagirdlərin səviyyələrinə uyğun verilir. Sizcə bu doğrudur, səhv? Bəli, verilir. Yəni, mən şagirdin yaş səviyyəsini, xarakterini, bu kimi məqamlar yaş səviyyəsini götürək. Bunun məqamı nəzərə almadan sual verə bilərəm şagirdə. Və yaxud səviyyəsini. Sənin səviyyən, biliyin 80%-dir. Mən bunu nəzərə almayıb, sənə sual verə bilərəm. Sənə bəlkə 100%-lik sual verirəm, sən bunu yazamayasın, sənin biliyin 80%-dir və yaxud 50%-dir. Onu nəzərə almalıyam. Məzmun standartlarının reallaşmasına xidmət edir. Məzmun standartlarının reallaşmasına xidmət edir. Daha sonra şagirdlərin bilik səviyyəsi barədə aydın təsəvvür yaradır. Barometr rolunu oynayır. Şagirdlərin ilkin qiymətləndirilməsidir. Baxın, bütün fikirlər hamısı diaqnostik qiymətləndirmə haqqındadır. Diaqnostik qiymətləndirmə haqqındadır. Məzmun standartlarının reallaşmasına xidmət edir, bu yanlışdır. Diaqnostik qiymətləndirmədə belə bir məqam yoxdur. B variantı. Daha sonra, bu qiymətləndirmə növü tədrisin differensiallaşmasına imkan verir. Yəni, nə olmasına, fərdləşməsinə imkan verir. Hansı qiymətləndirmə idi bu? Diaqnostik qiymətləndirmə. Daha sonra, diaqnostik qiymətləndirmə aparmaq üçün nəzərdə tutulan hallardan biri doğru deyil. Yəni, hansı vəziyyətdə biz diaqnostik qiymətləndirmə apara bilərik? Gəlin baxaq. Birinci və ikinci yarımilin əvvəlində, bəli. Məktəbdən məktəbə, sinifdən sinifə keçəndə, bəli. Bölmələrin əvvəlində, bəli. Gəlin indi bunun baxaq əksinə. Tədris üyəsində nəzərdə tutulmuş hər bölmənin əvvəlində, bəli. Bizdən yanlış istəyir, yəni apara bilmərik. Məktəbdən digər məktəbə keçəndə, bəli. Bunu görürük burada. Yeni tədrisin ikinci yarımilin əvvəlində, bəli. Məzmun standartlarının reallaşması zamanı onların fəaliyyətlərini izləmək məqsədilə. Burada elə şey görürük, xeyr. Deməli, deyil. Fəaliyyətləri izləmək nəyə aiddir? Formativ qiymətləndirməyə. Sonra, buradan elə baxaq 8-ə. Diaqnostik qiymətləndirmə vasitələrindən ola bilməz. Diaqnostik qiymətləndirmə vasitələrindən ola bilməz. BİBÖ demişdik, apara bilərik. Sinif müzakirəsi apara bilərik. Müəllimin özünün tərtib etdiyi və yeni tədris vayını apara bilərik. Sinifdə aparılan sorğular apara bilərik. Nə apara bilmərik burada? Refleksiya deyirəm. Çıxış bileti nədir bu? Bu refleksiya aiddir. Refleksiya ona görə deyirəm. Çıxış bileti refleksiya aiddir. Refleksiya.
İndi deyə bilərik ki, müəllim niyə də bəlkə əvvəldə də apara bilərik. Baxın, diaqnostik qiymətləndirmə nə vaxt aparılır? Əvvəldə aparılır, ilkin qiymətləndirmə, düzdür? Çıxış biletinə aiddir. Sən əgər şagirdə nəsə öyrətməsən, risk bunun çıxış biletini soruşa bilərsən. Təsəvvür 45 dəqiqəlik dərs başlayıbsan. Başlayan kimi elə bil ki, çıxış bileti verirsən. Hələ heç nə öyrətməyibsən. Eləmirsən, çıxış bileti verirsən ki, bileti alın, cavablarınızı verin, daldalı da sinifdən çıxın, dərs qurtardı gedək. Belə şey olar. Sonra, deməli, nədir burada? Çıxış bileti apara bilməliyik. Amma digərlərini siz orada görürsünüz. Hansı fikir doğru deyil? Hansı fikir doğru deyil? Qiymətləndirmə təkcə qiymət yazmaq üçün deyil, şagirdlərin inkişafını izləmək və lazım gəldikdə təhsil proqramında müəyyən dəyişiklik etmək üçün aparılır. Bəli, qeyd edirəm ki, təkcə qiymət yazmaq vacib deyil. Biz izləyirik görək, şagirdin nə kimi köməklik edə bilərik? Doğru. Qiymətləndirmə ardıcıl və sistemli aparılır. Bəli. Qiymətləndirmə şagirdin təlim nəticələrinin nə dərəcədə çatdığını müəyyənləşdirilməsinə və öz fəaliyyətinin planlaşdırılmasına şərait yaradır. Bəli. Müəllimlər, şagirdlər və valideynlər ən əsası son nəticəyə qiymətləndirməyə maraqlı olmalıdırlar. Xeyr, deyirik ki, bu yanlış düşüncə var. Məktəb rəhbərliyi və müəllimin məqsədi nə olmalıdır? Məktəb rəhbərliyi valideynlərlə, müəllim şagirdlərlə danışıqlar aparıb bu fikirdən uzaqlaşdırmalıdırlar ki, qiymətə baxmayın. Nə öyrənibsiz ona baxın. Yanlış. Qiymətləndirmə müəllimə öz fəaliyyətinin effektivliyini yoxlamasına imkan verir. Bəli, mən öz fəaliyyətimi yoxlayıram, görüm nə qədər yaxşı dərs keçmişəmsə, bir də sən nə öyrənibsən, bunları yoxlayıram. Doğru. Yanlış olan nədir? Deyil. Daha sonra, müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə aparılır. Bayaq dedim, müxtəlif sinif görsək, ayrı-ayrı söhbətini görsək, müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliyi. Nə idi bu? Milli qiymətləndirmə. Aha. Bura bir dənə B-ni yazaq, keçək digərinə. Sonra, hansı fikir doğru deyil? Hansı fikir doğru deyil? Uyğunluq hazırlanmış tapşırıqlara əvvəlcədən nəzərdə tutulan bilik və bacarıqları ölçürmü? Bəli. İndi burada rötuşməyib, ölçürmü? Bəli. Uyğunluq prinsipi burada olur, doğrudur. Çünki əvvəldən ismi demişdim ki, keçirəmsə, sonda nə etməliyəm? İsmi soruşmalıyam. Mən bura feil yazsam, nə olacaq? Uyğunluq pozulacaq. Sonra, formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmə şagirdlərin məzmun standartlarını, mənimsənməsini yönəlmiş fəaliyyətlərini demişdik, izləyirsə də formativdir. Bəli. Diaqnostik qiymətləndirmə nəticələrinin qeydiyyatı aparılmır. Diaqnostik qiymətləndirmə nəticələrinin qeydiyyatı aparılmır. Bəs o portfolionu biz niyə tuturuq onda? O qovluğu niyə tuturuq onda? Orada var idi aşağıda məqamlar sinif rəhbəri eləyir, fən müəllimi eləyir, üçüncü bir də sinif rəhbəri, belə məqamlar var idi. O qovluq niyə var? Biz o qovluğa niyə yazırıq bəs bu qeydlərimizi? Aparılmır, səhvdir, aparılmalıdır. Etibarlılıq qiymətləndirmə nəticələrindəki davamlılığı nəzərdə tutur. Qaraş etmək vermişəm. Etibarlılıq davamlılıq. Çünki sən 80% yığıbsansa, bir aydan sonra eyni summativ qiymətləndirmə tapşırıqlar da hamısı eynidir. Elə bir vərəqi təzədən Excel eləyib verirsən uşağa. Əgər ondan uşaq təzədən bir də 70% məsələn və yaxud 80% yığırsa, deməli etibarlıdır. Və yaxud bu tapşırıqlardan 80 yığıb, tapşırıqları dəyişirəm, eyni mövzular haqqında da tapşırıqları dəyişirəm, bir də verirəm uşaq yenə 80 yığır və yaxud bu dəfə 75 yığır və yaxud 85 yığır, deməli uyğunluqdur. Daha sonra, yəni 20%-dən daha çox fərq eləsə uyğunluq pozular, davamlılıq pozular. Doğrudur. Summativ qiymətləndirmə şagirdlərin məzmun standartlarının mənimsənilməsi ilə bağlı əldə edilən nailiyyətlərimizi ölçürsə, nailiyyət artıq yekuna gəlib çıxmışıq. İşimizi görmüşük, qurtarmışıq, nailiyyət əldə eləmişik. Onu nə ölçür? Summativ qiymətləndirmə. Bəs onu nə izləyir? Formativ qiymətləndirmə. Bəs birinci nə ölçür? İlkin nə aparırıq? Diaqnostik qiymətləndirmə. Əlasız. Diaqnostik qiymətləndirmə nəticələrinin qeydiyyatı aparılmır, səhvdir. Diaqnostik qiymətləndirmənin nəticələri o portfolioda, qovluqda aparılır. C. Daha sonra, hansı qiymətləndirmənin nəticələri şagirdin portfoliosuna yazılır? Bayaq dediyim, hansıdır? A. Diaqnostik qiymətləndirmə. Daha sonra, hansı fikir diaqnostik qiymətləndirməyə aid deyil? Hansı fikir diaqnostik qiymətləndirməyə aid deyil? Baxaq. Şagirdin psixoloji vəziyyətini öyrənməyə kömək edir. Bəli. Şagirdin məzmunla bağlı ümumi bacarıqlarını müəyyənləşdirir. Bəli. Müəllimin təlim fəaliyyətində hansı metodları istifadə edəcəyini müəyyənləşdirmək bölmənin daxilində və sonunda keçirilir. Baxın,
Bölmənin daxilində və sonunda keçirilə bilməz. Bölmənin daxilində, sonunda keçirilə bilər. Summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə bir 40 dəfə dedik. Harda keçirilir? Əvvəldə. İlkin qiymətləndirmədir və bu daxil son söhbəti nədir burada? Deməli, nədir bu? Səhvdir. Yəni, D variantı. Məsələn, sual yarana bilər, müəllim, psixoloji vəziyyətimizi necə öyrənir? Bax, diaqnostik qiymətləndirmə aparım əvvəldən. Marağınızı, xoşladığınız şeyləri, hansı formada dərs oxumaq istəyirsiniz, onları müəyyənləşdirin. Psixoloji vəziyyətinizi, məzmunla bağlı ümumi bacarıqlarınızı müəyyənləşdirin. Bax, diaqnostik qiymətləndirmə əvvəldə aparılır. Bilik, bacarıq, psixoloji vəziyyət, nə tər oxumağı xoşlayırsan, qrupla işləyirsən, fərdi işləyirsən, hansı üsullarla işləyirsən, bunları öyrənir. Ümumiyyətlə, səni başdan ayağa qədər sənin haqqında məlumat alır diaqnostik qiymətləndirmə. Daha sonra, şagird keçən ay, keçilən KSQ-dən 90 bal toplamışdı, ancaq müxtəlif zamanda eyni mövzuya aid müxtəlif suallardan istifadə olunmuş KSQ-dən 50 bal toplayıb. Bax, 90 yığıb, indi də yığıb 50. Bu, mövzu söhbəti deyil, bal söhbətidir artıq. Bu qədər fərqi varsa, nə olub? Etibarlılıq pozulubdur. Əgər mövzu söhbəti olsa, məsəl üçün, burada deyir, isim keçifdir, feil soruşur. Nə bilim, başqa nəyə keçib? Planetlərdən, nə bilim, Marsı keçib. Sualları yer haqqında verir. Gördün, pozulubdur. Mars keçibsə, burada da Mars olmalıdır, qardaş. Yer yazılsansa səhvdir. Bu nəyə pozub? Uyğunluğu. Amma 90 ilə 50 söhbəti varsa, bu nəyə pozub? Etibarlılığı. Amma 90 bərabərdir, 90, qarşısında 80 olsa etibarlı olardı. 20-dən artıq fərq olduğuna görə etibarlılıq prinsipi pozulubdur, yəni E variantı. Sonra, baxırıq nəyə? 15-ə. Buranı sileyim. Aha. Müəllim şagirdlərə nitq hissələrindən ismi keçməyi düşünür və qiymətləndirmə meyarlarını da bu nitq hissəsinə əsasən hazırlar. Nə ayırır? İsmi keçməyi düşünür, düzdürmü? Qiymətləndirmə meyarları nəyə əsasən hazırlayır? Buna əsasən, yəni ismə əsasən. Uyğundur? Bəli. A variantı. 90, 50. 20-dən artıq fərq var? Bəli. Etibarlı deyil. Bu da uyğundur. Belə. Oldu müəllimlər. Sağ olun. Ümid edirəm ki, öyrədici bir izah oldu. Növbəti izahlarda görüşənədək.